var. Baxın, burada isti su var, burada isə soyuq su var. Hə, salın görək hansıda daha sürətli baş verəcək. Hərəkət elətdirir Leyla. Görürsünüz, artıq baxın diqqətlə. Artıq isti suda artıq difuziya prosesi çox sürətlə baş verdiyi üçün həll oldu, gördünüz? Səndə isə ümumiyyətlə difuziya prosesi baş vermədi. Hərəkət elətdir, çox zəif baş verir, görsən? Bunun səbəbi nədir uşaqlar? Temperaturlar. Çünki temperaturu çox olan suda molekulların hərəkət sürəti çoxdur. Ona görə də difuziya prosesi sürətlə baş verir.